Azerbaycan Kars Başkonsolosluğu'nun önerisi ve Azerbaycan Cumhurbaşkanlığı'nın davetiyle Iğdır, Erzurum ve Kars'tan Karabağ'a giden bir grup gazeteci, Hocalı'da yaşayan canlı şahitlerle görüştüler. Hocalı halkı, aradan 23 yıl geçmesine rağmen yaşadıkları trajediyi hala aynı acı ve öfke ile anlattılar. Yəni dörd bir tərəfdən Xocalını mühasirəyə alır. Biz neyniyək, nə edək? Mənim evdə də yaşlı qaynanam, yoldaşımın anası, demək olar ki, bu da xəstə idi. Yoldaşım, qaynım, mən, bir də yoldaşımın bacısı köməklik göstərərək həmin ananı yəni necə bir dəhşətli anla həmin o 5 mərtəbə deyilən yerəcən biz getdik. Həmin gecə düzdür. 34 ildir artıq biz 34 ildir, 33 ildir oradan çıxmışıq. Bu gün də vətəndəyəm mən. Həmin gecənin o səsi küyü mənim yenə də qulağımdan səs sada kəsilmir. Biz həmin o yeriniş var idi. Oranı yenib o 5 mərtəbəyə gedənə qədər gecə demək olar ki, gecə deyildi. Elə bilirdin ki, bir aydınlıq səhər idi. Ermənilərin atəş açdığı o mərmilər sanki elə bir şəfəq saçırdı, işıq saçırdı. Biz bir çətinliklə o 5 mərtəbəyə getdik. Bizdən də başqa burada sakinlər, Xocalı sakinləri var idi. Biz də oturduq. Mənim də qaynanəm, yoldaşımın anası qılçaları yəni yeriyə bilmirdi. Onu oturtduq. Bunun ayaqlarını büktüm. Bizə xəbər verirdilər ki, ermənilər sakitləşər, sakitləşməz. Məhərrəmov Murad indi hal-hazırda dünyasını dəyişib, Allah rəhmət eləsin. O bizə xəbər gedirdi, xəbər gətirirdi. Biraz müddətə oturub sanki biraz dinc alırdıq. Bizə xəbər gəldi ki, artıq meşəyə gedək. Bir yarım saat, 1 saat çəkmiş, yeni qayıdarıq. Amma nə biləydik ki, biz Xocalılar, yəni əzab əziyyətlə tikdiyi o ata-baba yurdunu belə soyuq tərk edər. Heç bir Xocalı bunu fikrinə gətirməzdi, anlamazdıq. Biz meşəyə həmin gecədə təbiət də qan ağlayırdı demək olar ki. Qar yağır, sırsıralar, buz kimi çay keçməliyik. Nə edək? Can şirin, ətrafda uşaqların səsi. Nə edək? Buranı keçməliyik. Hamı ayaq yalın, başı açıq, bu çay keçər, keçməz, biz də keçdik. Keçdik elə biz bu dikə çıxanda mənim müəlliməm, Afilə müəllimə, onun yoldaşı xırıltılı halda yıxıldı. 3 oğlu ilə müəllimə yığıldı başına. İndi bugün onların heç biri qayıtmadı o evə. Qapı bağlı qaldı. Yəni bir nəfər belə işığını yandırmadı. Biz getdik meşəyə, yarıda yəni enişli, yoxuşlu yolları biz keçirdik. Amma bilə bilmirdik ki, hansı tərəfdən gedək. Yolu bilən yox idi, bizə bələdçilik eləyən yox idi, yolu göstərən yox idi. Yolu yarıda bizə ulu öndərimiz tərəfindən təltif edilmiş, milli qəhrəman adına layiq görülmüş Əlif Hacıyev bizə rast gəldi. Bizə müraciət elədi ki, yolu bilirsiniz, biz dedik yox. Bizim önümüzdə o gedir, arxasında biz gəlirik. Qaraqaya deyilən yer, biz Xocalıların yadında o qanlı qayadır. Biz Qaraqaya demirik ona. Yəni orada bizim cavanlığımız, orada bizim uşaqlığımız hamısı paramparça oldu. Ora çatanda Oğaz markalı maşın. O içində də erməni sanki elə bir cəngavər cəllad idilər. Bizə elə baxırdılar ki, elə bir, nə bilim, bizim qanı. Həqiqətən də biz Xocalıların qanını içdi onlar. Yəni heç bir zaman yadımızdan çıxmaz. Mənim o vaxtı 19 yaşım var idi. Yeni ailə qurmuşdum. 4 ayın ailə qurmuş gəlinlərindən idim. Öncədən bağışlayın məni, bətnimdə çocuq. Mən elə çıxmışam o meşəni. Amma bugün o çocuq yəni dünyasını dəyişsə də qalmadı. Getdik həmin o Qaraqaya deyilən yerə, bizə çığırdı ki, Əlif Hacıyev, bu yolu tez keçin. Məni ilə 50-60 nəfər gedirdi. 50-60 nəfər yəni o erməni keçib postu xəbər verdi. Heç sizə deyərəm ki, 5 dəqiqə çəkmədi. Bizi bir atəşə tutdular, bizi bir bombardımana tutdular. Hələ də var qulağımızdan çıxmır o, keçmir o. Yəni məni ilə gələn 50-60 nəfərin bəlkə də 15 heç məndən keçmədi. Arxaya çöndük ki, hamısı yerindən yeskan. Elə bir qarın üstünə bir qırmızı kəlağayını sərmisən.
qan axır. Mənim yanımda Telman adında şəxsi vurdular. Qarnın nahiyəsi tökülmüşdü yerə. Qan elə bir ki, belə burla-burla isti bir qazanın ağzını açasan, isti bir çaydanın ağzını açasan. Burla-burla elə ancaq bircə kəlmə onun səsini eşitdim ki, ay uşaqlar, məni vurdular. Qarın nahiyə tökülmüşdü yerə. Bugün artıq o dünyasını dəyişib. Qanaxmadan dünyasını dəyişdi. Biz çatdıq Ağdama. Bugün mən sağ olsun bizim birinci prezidentimiz İlham Əliyev cənabları. Onun, yəni ona dəstək olan Türkiyəli Rəcəb Tayyib Erdoğan. Yəni o bizim üçün o bir əmi kimi, bir dayı kimi bizə yəni arxa olub biz Azərbaycanlılara dəstəyi sayəsində. Biz bugün şəhid ailələri qarşısında ki o şəhidlərin ki qanları, canları bahasına bugün mən artıq Xocalıdayam. 54 yaşım var. 20 yaşında çıxdım. 54 yaşında qayıtdım. Yəni bugün mən onların qanları, canları bahasına buradayam. O şəhidlərin, o şəhid ailələrinin qarşısında baş əyirik biz Xocalılar. Qazilərə Allah can sağlığı versin. Yəni mənim birinci bölmürəm mən. Yəni amma deyirlər birinci, ikinci Qarabağ. Birinci Qarabağda müharibəsində də şəhidimiz var. Bugün biz nəş gözləyirik. Mənim yoldaşımın anası şəhid oldu. Yəni mənim yoldaşım həmin anasının belə sümüklərinə qurban deyir. Ki anamın sümüyü tapılsın, qurban deyir. Düzdür, mən o evə köçdəmdə onun anasının yatdığı yeri biz hər onu görəndə elə bir ki deyir, gözümə girir. Düzdür, bir gün köçmüşük biz, amma ana axtarır yoldaş. Böyük axtarırıq. Mənim xalamın 2 balası bugün yoxdur. Biz hər dəfə Xocalıya nəş gələndə biz sevinirik ki, kaş bizimlə nəş gəlsin. Yəni kim öz nəşinə, öz ölüsünə qurban deyər. Amma biz Xocalılar deyirik ki, biz Xocalılar qurban deyirik ki, bizim ölülərimiz qayı, sümüklər tapılsın. Bugün mən həm sevinirəm ki, o ocaqdayım, gəlin köşdüyüm ocağa qayıtmış. Ocağı yandırıram, ocağın işığını yandırıram, ocağı yandırıram. Bugün mən 3 oğulla qayıtmışım, 2 gəlinlə qayıtmışam, 4 nəvə ilə qayıtmışam. Sevinirəm, həm kədərlənirəm ki, anam yox, atam yox. Ay Allah, nə dəhşət anlar yaşayırıq. Düzdür, nə qədər bir üzümüz gülür, amma bir üzümüz kədər içindədir. Vallahi bizi də başa düşün. Nə qədər köçdəkdə, nə qədər toyda olsaq da, amma biz Xocalıların üzü heç zaman, o hisslər bizim qəlbimizdən heç zaman silinməyəcəkdir. Biz bu günlərim nəş gözləyirik, vallahi. Həmin o həyatdakı qurban deyək ki, bizim o sümüyümüz gəlibdir. Nə deyək?